qalxanavarı vəzdən, zob xəstəliyindən danışırıq və bunun əməliyyat yolundan da aradan qaldırılması və yaxud hər hansı bir müalicə ilə də aradan qaldırılmasından danışırıq. Bu zobu əməliyyat etdikdə, oradakı kəsilirdi hər hansı birisi, orada bu düyünlər qalırmı sonra, yoxsa müəyyən illərdən sonra yoxa çıxırmı? Yenidən əmələ gəlməsi ümumiyyətlə olurmu? Qəşəng sualdır. Bəli, bu sualı məncə, deməli, mən bu öz sevdiyim mulaj götürüm. Deməli, bu bizim qalxanvarı vəzimizdir. Görürsünüz, burada damarlar, burada görsənir. Deməli, əyəm xəstədə, orada necədir, mən bu mövzunu danışıram, bu biraz həkimlərə daha çox aiddir ki, bizim izləyicilərimizə. Onlara bəlkə çətin olar bu mövzu haqqında qulaq asmayı, ancaq haşiyanın kənara çıxay biz. Əyəm xəstədə qalxanvarı və hansısa bir problemi bir payındadırsa və orada xəstədə xərçəng təyin olunmuyubsa, deməli, xəstəmizdə ya düyünlü uru var bir payın içərisində, məsələn, burada belə, bu düyünlü uru var bu payda, bir payda, ya da ki, xoş xasiyyəli şişdirsə, o bizi paya keçmir, onda bir pay götürə bilərik biz. Bir götürə bilər bir tərəfi, ona deyirlər, gemi-tiroidektomiya deyirlər latın dilində, gemi yarım deməkdir. Bir tane götürə bilərik və o birisi pay qalır yerində. Müəyyən fəsadlar olmaq həkim. Müayinə olunub xəstə, bu pay sağlamdır, bu payda problem yoxdur. Ona bu pay qala bilər yerində və nəyə görə biz adətən belə dəqiq yoxluyuq xəstənin ki, o birisi pay əldə etməyək? Çox nadir hallar elə olur ki, bizdə ki, biz bir pay saxlayaq insan. Adətən bizim millətimiz gəlir ki, hər iki payda problemlər var. Ancaq nəyə görə biz payı saxlamaq istəyirik ki, insan sonra, əməliyyatdan sonraki dövrdə qalxanvar qalan pay təzən axı qarmonları ifraz eləyir bədənə. Və insan süni qalxanvarı vəzini qarmondan istifadə eləməsin. Bilir necədir? Ona görə ki, tam çıxsa qalxanvarı vəzi yerindən, tam çıxsa yerindən, deməli, insan ömrü boyu bu qarmonları qəbul eləməlidir. Onun dozasının asılı olaraq qəbul eləməlidir və ona görə bizdə alınırsa, biz bir payı çıxardırıq, bir pay qalır yerində. Bir pay qalır yerində. Ona görə ki, o çox vacibdir bizə. Nəyə görə? İnsan sonraki dövrdə həyatında tabletka dərman istifadə eləməsin. Ancaq söhbət gedirsə, hər iki payda, qalxanvar payında, iki payında problem varsa, demirəm ki, orada xərçəngdir. Hər problem varsa, xoş xasiyyəli şişdə, düyünlü urlar, ya da ki, bir payında xərçəng varsa, onda hər iki pay çıxmalıdır qalxanvarı vəzə total tiroidektomiya eləyirlər. Tam çıxmalıdır qalxanvarı vəz yerindən. Nəyə görə? Ona görə ki, ikisi zədələnibdir. Sual verə bilərsiniz ki, qalxanvarı vəzi xərçəng bir payındadırsa, niyə o payı çıxardırıq biz? Onun da sual nədir? Düzdür, o biraz çox profesional sualdır. Onu həkimlər daha yaxşı, həkimlər daha mağlı olar, bilmirlərsə. Nəyə görə lazımdır o? Ona görə ki, adətən qalxanvarı vəzin xərçənglərindən sonra insanlar radioaktiv yod qəbul edirlər. Onu da yeni danışıcı biz o mağazadan danışırıq və o da haçan o mağaza təsir edir insana qalxanvarı vəz olmayanda. Onu danışacağım mən sizə. Ona görə iki cür əməliyyat var qalxanvarı vəzdə. Ya yarısı çıxır, ya bütöv çıxır. O da diaqnozu dəqiq qoymaya lazım insan. Ona görə ki, düz diaqnoz qoymarıq. Məsəl üçün, adını qoyar ki, bir xərçəng yoxdur bunda. Bunda düyünü urdu bir paydır. Bir tane çıxartdığın, sonra onu biz əkilməyə göndəririk biz o analizi. O toxuma göndərir əkilməyə, onun mikroskop altına baxırlar, bizə histoloji diaqnoz qoyurlar, verirlər. Sonra cavab gəlir, xərçəng var burada, biraz o düzgün deyil. Ona görə əməliyyat qabağı dəqiq diaqnoz qoyulur bizim mərkəzdə, dəqiq ki, əməliyyatdan sonra heç bir problem olub eləməsin. Bizdə açığı deyim, qalxanvarı vəzi xoş xasiyyəli şiş idisə, ya da ki, burada düyünlü uru idisə, operasiya olunsa, mən deyən kimi əməliyyat, ya yarısı, ya bütöv çıxıbsa, adətən
demək ki 100%, onun yerində heç bir şey əmələ gəlmir. Onun qalxanları vəzi yoxdur. Yəni tam çıxırsa yoxdur. Ancaq xəstəmizdə xərçəng varsa, indi biz danışdırırıq, xərçəng növlərini danışdıracağıq. Xərçəng varsa, orada əlbəttə ki, bu xərçəng bütün xronik xəstəliklər kimi geri qayıda bilər, residiv verə bilər, metastaz verə bilər. Bu hamısı ola bilər. Ona görə biz gərək onu düzgün diaqnostika eləyək və düzgün diferensial diaqnostika aparılsın. Qalxanvarı vəzinin 4 növ xərçəngi var. İkisi ən çox rast gələn xərçəng papillər adenokarsinamadır, sonra folikulyar adenokarsinomadır. Ən çox rast gələn papillər adenokarsinoma 55-65% xəstələr o xərçəngdir. Sonra folikulyar adenokarsinoma təxminən bir 10-17%-dir. Sonra medulyar xərçəng, qalxanmaz medulyar xərçəng təxminən 2-5%-dir. Bir də gəlir anaplastik xərçəng. Anaplastik xərçəng o da təxminən 10%, 15%-dir. Deməli, bu xərçənglər bir-birlərindən çox fərqlənirlər və müalicə üsulları da fərqlənir və proqnoz da fərqlənir. Ən çox rast gələn papillər xərçəngdir. Papillər adenokarsinoma, papillər xərçəng deyirik biz ona. Orada bu çox mülayim xərçəngdir. O bir yaxşı sual verir, qorxuludur, adam ölür, yox. Bu mülayim xərçəngdir. Demək olar ki, bu xərçəng 3-cü mərhələsi yoxdur, 55-50. Ən yaxşı, ən axırıncı klassifikasiyaya görə 50 yaşına qədər insana 3-cü mərhələ qoyulmur bu xərçəngdə. Bu mülayim xərçəngdir. Xəstələrin 85-98%-i tam sağalır. Bəli, papillər xərçəngdə. Bəli, orada yaş fərqi var, orada mərhələ fərqi var, adətən belədir. İkinci yerdə sağalmada yaxşı proqnostik olaraq folikulyar xərçəng gəlir. Orada sağalma 80-90%-dir. Orada da 50 yaşdan aşağı insanlarda 3-cü mərhələ qoyulmur. Çox mülayim xərçənglərində biri sayılır. Bu iki xərçəng, papillər, folikulyar xərçənglər tək qalxanvarı vəzi xərçəngi yox, tək baş-boyun şişlər arasında yox, bütün insanın bədənində, orqanizmdə olan xərçəng arasında ən yaxşı sağalan xərçənglərinin biri sayılırlar. Bəli, doğru. Baxın da 80-98% insanlar sağalırlar. Bu gözəl rəqəmlərdir. Bəli. Üçüncü proqnostik olaraq üçüncü növ xərçəng qalxanvarı vəzidə medulyar xərçəngdir. Bu çox nadir hallarda rast gələn xərçəngdir. Xəstənin 50%-i sağalır bu xərçəngdə. Gör nə qədər fərq var. Bəli. Artıq 50% sağalma gedir. Dördüncü növ xərçəng bu anaplastik xərçəngdir. Bu çox yaxşı gedişli xərçəng deyil. Bu xərçəng insanda klassifikasiyada bu xərçəng qoyanda artıq 4-cü mərhələdir. Bu xərçəngin 1-ci, 2-ci, 3-cü mərhələsi yoxdur klassifikasiyada. Əgər insanda anaplastik xərçəng qoyulsa diaqnoz, artıq 4-cü mərhələdir. Bu yeganə xərçənglərdən biridir insanda. Və bütün xərçənglərin arasında anaplastik xərçəng ən pis yer tutur. Ən pis yerinə biri tutur. Məsəl üçün, adətən xəstələr 9-10 ay yaşayırlar və xəstələr orada sağalma təşkillər olsun, olmur. Mən çox belə acılıqla bunu deyirəm. Bu xərçəngi sağalmaq və belə çox insanı yaşatmaq olmur.